Salam, mənim adım Sadıxov Şükür və mən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsiyəm. Sadıxov Şükür. Salam, mənim adım Şükür və mən Sabah qruplarının tələbəsiyəm. Ümumiyyətlə, niyə nefti seçdim? Bizim heç vaxt nə nəslimizdə, nə qohumlarımızdan heç bir neftçi də deyil. Mənim atam hətta dedi ki, ayda, mənim oğlum növçü olacaq. O zaman biraz bəlkə pis gəldi ki, papam bəs mənə necəsə xoş sözlər deməkdənsə belə bir sözdür. Amma mən həqiqətən bu səmimiyyəti qiymətləndirdim və bugün indi burada oxuyuram və bugün mən sizə öz haqqımda biraz məlumat vermək istəyirəm. Mən kiməm? Mən kiməm? Mənim adım Şükürdür. Şükür və bugün mənim 19 yaşım var və bugünkü günə mən necə çatmışam, sizə biraz əhvalat formasında və nağıl formasında danışmaq istəyirəm. Mən biraz üzr istəyirəm. Mən Azərbaycan dilində belə çox da yaxşı danışıram, çünki ömür boyu mən 13 il rus dilində oxumuşam və indi Azərbaycan dilində danışmalıyam. Amma yenə də çalışığımı eləyəcəm. Deməli, necə başladı bütün bu təhsil, oxumaq, təhsildən qıraq fəaliyyətlərim, bunlar necə başladı? İkinci sinifdə mən təzə məktəbə, mənim bacım keçdi ayrı məktəbə və buna görə də mən ayrı məktəbə keçmək məcburiyyətinin qabağında qaldım və 23 nömrəli məktəbə gəldim və bütün ömrüm, yəni ki, o 23 nömrəli məktəbə bəlkə də bütün ömrüm boyu təşəkkür eləmək istəyirəm. Mən ikinci sinifdə mənə atam karateyə yazılmağa məcbur elədi və mən çox ağlayırdım, getmək istəmirdim, çünki müəllim biraz sərt idi. Ancaq bir neçə ildən sonra mən qayıtdım və atama bildirdim ki, mən çox təşəkkürəm ki, o mənə o vaxtı qoymadı. Çünki mamam deyirdi ki, yox, qoyma, qoy çıxsın karatedən. Ancaq bu karate mənə çox keyfiyyətlər verdi, yəni nizam, intizam, o mənə çox kömək elədi. 7-ci sinifdə mən skautinglə məşğul olmağa başladım və bu da mənim üçün çox böyük təsir göstərən bir şeydir. Çünki o skautingin hesabına mən elə keyfiyyətlər qazandım ki, hansılar mən istifadə edə bildim sonra və bu keyfiyyətlərin əsasında mən bir illik Amerikada oxudum və bir il orada qaldım. Buradan da mənim, o ildə də mənim çox məzəli, çox gözəl, çox rəngarəng əhvalatlarım var idi və oradan gələndən sonra ən əsas, mən 11-ci sinif orada oxumuşdum və oradan gələndən sonra mən burada 6 həftə vaxtım vardı. Mən universitetə qəbul imtahanı heç hazır deyildim. Gəlmişəm və 6 həftə ərzində mən bilmirəm, mən necə saat 5-in yarısı dururdum, çıxırdım, qaçırdım, ora-bura, dərslər və s. Birtəhər gəldim və mən imtahanı verdim. O imtahanı verdim və qəbul oldum universitetə. Ancaq birinci kursun sonunda mənim dostumun anası mənə belə bir xəbər verdi ki, Azərbaycan Dövlət Neft Akademiyasında xüsusi istedadlı tələbələr üçün qruplar yaranır. Bir il öncə sabah qrupları yarandı və birinci mənim ağlıma sən gəldin ki, mütləq mən səni yönəltməliyim o qruplara. Çünki səndəki o savad, potensial, yəni mən fikirləşirdim ki, mən səni ancaq o qruplarda görürəm. Və bu sabah qruplarına mən sınamaq istədim özümü və getdim və imtahandan keçdim, müsahibədən də keçdim və ikinci kursda mən artıq sabah qruplarında oxuyurdum. Sabah nə deməkdir? Savadlı, bacarıqlı, hazırlıqlı deməkdir. Deməli, bu qruplarda təhsil alan uşaqlar, yəni kreativ düşüncəli,
müasir fikirli bir tələbələrdir və burada təhsil fərqli şəraitdə, fərqli mühitdə aparılır. Birinci kursdan 4-cü kursun axırına qədər tələbələr ingilis dili öyrənirlər, mükəmməl danışırlar. Bir də əsas məqsəd odur ki, bizim tələbələrimiz layiqincə dünyanın hər bir ölkəsində Azərbaycanı təmsil edə bilsinlər. Sabah mənə nə verdi? Sabahda gördüm artıq bütün bu öhdəliklər dünyanın qabaqcıl təhsil sistemlərindən götürülmüş bu öhdəliklər artıq tətbiq olunub. Mən nə gördüm? Bizdə daha inkişaf etmiş müəllimlər, daha inkişaf etmiş laboratoriyalar, texnikalar verilib. Xaricdə oxuyan müəllimlər gəlmişdi. Hətta bizim koordinatorumuzun sayəsində bizə hətta təcrübə proqramı təklif olunmuşdu və mən getdim yay ərzində 2 ay tər tökdüm, Qaradağda işlədim günün altında. Bütün sabah tələbələrinin arasından 25 nəfər seçilmişdi ki, Londona 2 həftəlik səfərə getməli idi. Ancaq mənim üçün bu çox ağır bir seçim oldu. Çünki niyə? Mən həmin zaman təcrübə proqramında iştirak etməyə şans əldə etmişdim və çox fikirləşirdim, həqiqətən çox fikirləşirdim, mən nə edeyim, gedim Londona mı, gedim sabah tələbələri ilə birlikdə əylənim, hətta oxuyum, ingilis dili kurslarını keçim və s. Yoxsa təcrübəmi, işimi, peşəmi görüm və əlbəttə müəllimlərimlə məsləhətləşəndən sonra və bizim koordinatorla məsləhətləşəndən sonra mənə dedilər ki, bəs Londona və ayrı ölkələrə mənə vaxtım olacaq getməyə, ancaq peşəmi, karyeramı görməyə gələcəkdə mənim üçün həyatımın bu anında çox önəmli ola bilər. Ona görə mən heç peşman olmadan yayın istisində 2 ay qalın kombinizonlarda işlədim və əslində mən ilk 2 həftədən sonra gördüm ki, mən belə bir bilikləri, belə təcrübələri 5 ildə, 10 ildə nəzəri universitetdə oxusaydım, bəlkə də heç öyrənməzdim. Bu da bizim universitetdə mənim ən çox sevdiyim laboratoriya otağıdır. Bura laboratoriya demək olmaz heç, daha çox muzeyə oxşayır bu yer. Və bu Kristal muzeyi universitetimizin ən gözəl yeridir. Kristallar və minerallar mənim ixtisasımla birbaşa bağlı olmasa da belə, uşaqlıqdan onlar məni çox maraqlandırıb və cəlb edib. Belə bir muzeyimizin olmasına görə isə bütün universitet Ağa Mehdi müəllimə çox sağ ol deməlidir. Çünki bugünə qədər bu muzeyin qayğısını çəkən şəxs məhz odur. Bugün demək olar ki, muzeydə olan kristalların böyük hissəsini tələbələr hədiyyə veriblər. Bəlkə mən də bir gün bu laboratoriyaya öz hədiyyəmi verə bildim. Heç olmasa ümid edirəm ki, dünya şöhrətli peşəkar olaraq bu universitetə ən azından öz töhfəmi verə biləcəm. Bir şey qeyd etmək istərdim ki, sabah qrupları mənim gələcək karyeram üçün bəlkə də ən əsas binövrə düzəldən bir addım oldu. Və bununla bəlkə də öz təhsilimlə bağlı danışıqları bəlkə də bitirmək istərdim və artıq öz haqqımda ayrı əhvalatlar danışardım sizə. Gedək ailəmlə tanış edeyim sizi. Salam pap, necəsən? Salam, sən necəsən? Necə keçdi gün? Yaxşı keçdi, sizdə necə keçdi? Belə də, yavaş. Gecikmədin? Gecikmədim, böyle yeli çatdım. Papa, sən axı sabahda dərsliysən. Dərs deyirəm. Heç mən bilmirdim, gözləmirdim ki, məni də ora dəvət edərlər və orada müsahibə keçdi. Sən yazan kimi orada da yazırdılar mənim cavablarımı. Sonra da məni dəvət etdilər. Mən o qruplarda indi dərs deyəndə görürəm ki, oradakı tələbələr fərqlənirlər. Mən çoxdan dərs deyirəm, bir 40 ildir mən dərs deyirəm ayrı-ayrı ali məktəblərdə. Amma buradakı tələbələrdən mən fərqi hiss eləyirəm. Demək olar ki, bunlar yalnız müəllimi qulaq asırlar. Müəllim də dərs deyəndə əsas odur ki, onu qulaq asan olsun. Onlar qulaq asırlar, cavab da vermək istəyirlər, biliklərini artırmaq istəyirlər, yenidən suallar verib daha dərindən öyrənirlər. Ondan sonra müəllimlər də, orada işləyən müəllimlər də çox səviyyəli olmalıdır, yüksək səviyyəli. Bu məcbur edir ki, biz daha da çox öz üzərimizdə işləyək və tələbələrə maksimal məlumat verək o 45-90 dəqiqədə. Aha, bir dəqiqə, может, давай я çək задание, bir dəqiqə. Раньше как было? Дети заканчивали институт, приходили на предприятие, на работу и совершенно не знали, зачем они учились 5 лет. И заново
переучивались. А сейчас как вот сабаховские группы, чем хороши? Тем, что ты и учишься, и уже будучи на 2-м курсе пошел, поработал и знаешь уже свою профессию изнутри. Закончив институт, ты можешь запросто работать, не переучиваясь. Ты уже внедрен в это производство, в эту работу. Вот в чем преимущество сабаховских групп, наверное. Спасибо большое. Çox sağ ol. Və soruşsaz ki, bugün mən nə ilə məşğulam, bu sabah tələbəsi olaraq fokusu təhsil olan bir şirkətdə işləyirəm. Azərbaycanda təhsil sisteminə daha asanlaşdırmaq üçün, daha inkişaf elətdirmək üçün bir neçə layihə üzərində işləyirəm və bu mənim üçün çox xoşdur. Çünki mən istəyirəm ki, gələcəkdə məndən sonra gələn tələbələr bu öhdəliklərdən faydalansın. Bizim burada gördüyümüz fəaliyyət Təhsil Nazirliyinin bugünkü təhsil sisteminə inkişaf etmək üçün fəaliyyətlə eynidir, yəni uyğundur. Və bunun köməkliyi ilə və digər tələbələrin, digər şəxslərin kim ki bu layihə üzərində işləyir sayəsində mən inanıram ki, həqiqətən sabah bugün başlayır.